İndiki zamanda heç kimə güvənmək yoxdur. Niyə görə? Çünki bu günləri o qədər qanımı donduracaq qədər elə bir şey eşitdim, duydum ki, ona görə də asla uşaqlarınızı heç kimə əmanət etməyin. Bir xəbər yox, bir çox xəbər saytlarında zaten bəlkə də hər birinizin qarşısına çıxıb bir qardaş balasını necə vəhşicəsinə, necə qəddarcasına öldürüb və yaralamaq olar. İnanın ki, eşidəndə, duyanda həqiqətən də çox pis oldum. Çünki inanın ki, mənim də övladlarım var və heç vaxt heç kimə bundan sonra necə deyirlər, əmanət edib və yaxud da ki, uzağa qoyub gedə bilmirəm. Çünki indiki zamanı elə bir zamanədir ki, nə bilim, ata balasını, ondan sonra əmi öz qardaşı balasını, ana öz balasını öldürə biləcək zamandadır. Ona görə də asla uşaqlarınızı heç kimə əmanət etməyin və çalışın onlara sevgi, heç kimə əziyyət verməmək, heç kimi incitməmək, heyvan da belə olsa ona incitməməyi tövsiyə eləyin, öyrədin, sevdirin, həyatı sevdirin. Nə olur olsun həyatda vəhşilik, ondan sonra nə bilim, pis şeylər pis insanlar üçündür. Bəli, o insanlar da var, amma çalışaq övladlarımızı böyüklərə hörmət, kiçiklərə sayğı duymayı öyrədin və İnşallah da bütün uşaqlar, gənclər, nə bilim, pis insanlar Allah islah eləsin və elə bir şeyə gizlənirlər ki, neysə, bugünlük də bu qədər. Bura qədər də izlədinizsə təşəkkür edirəm. Videomu bəyənib, takip edib, yorum yazsanız, dəstək olsanız çox xoş olar. Hələlik gələn vloqlara qədər.